Salam hər kəsə. Bu gün sizlərlə birlikdə coğrafiyada Azərbaycan harda yerləşir fəaliyyət bölməsini işləyəcək və sizə bunu da deyim ki, mən bu kanalı biraz gec açdığıma görə tapşırıqlar birazcıq uyğunsuzluq gəlir. Siz qabaqda ola bilərsiniz, amma mən atdığım dərslər hələ ki sizin keçdiyiniz dərslərlə eyni deyil. Ona görə də indi sabaha və ya bu gün 14 və 15-ci səhifələri tapşırıqlarını sizə atacağam. Birincidə deyir ki, A, B və C şəkillərinə əsasən sualları cavablandırın. Səhifə 85-dəki siyasi inzibati xəritəyə baxın. Baxmağa ehtiyac yoxdur, mən cavablar deyirəm. Amma siz cavablara baxmayıb, özünüz eləsəz daha yaxşı olar. A variantında deyir ki, Azərbaycan hansı qitədə və regionda yerləşir? Qitədə Avropa və Asiya qitəsində yerləşir. Cənubi Qafqaz regionunda yerləşir. B variant hansı ölkələrlə yalnız su sərhədimiz var? Türkmənistan və Qazaxıstan. C variantında C şəkildə Bakı şəhərinin 4-lü və 6-lı şəbəkədə koordinatlarını müəyyən etmək olarmı? İzah edin, bəli etmək olar. Elə bu da 4-lü koordinat verilib. Biz o 4-lü koordinatların içinə damalar çəksək, hardasa 10 dənə deyə bilərik. Onda 6-lı koordinatı da tapa bilərik. İkincisi deyir ki, B xəritəsindən istifadə edərək qonşu ölkələri və onların ölkəmizə nəzərən yerləşik istiqaməti müəyyən edin. Cədvəl dəstənizi tamamlayın. Ölkə yerləşdiyi istiqamət. Birincisi Rusiya şimalda yerləşir. İkincisi Gürcüstan şimal-qərbdə yerləşir. 3 Ermənistan qərbdə yerləşir. 4 Türkiyə cənub-qərbdə yerləşir. 5 İran cənubda yerləşir. Üçüncüdə deyir ki, D və E xəritələrini əsasən sualları cavablandır. A bəndi. İpək yolu dəhlizi nə üçün əyri xətt üzrə çəkilib? Bu, onun yerləşdiyi regionuna görədir. Çünki məsələn, bizim Bakıda dağlar var. O dağların üzərindən düz gedib keçə bilməsə də, ona görə də dağların böyrü ilə getməlidir. Ona görə də xəttlər düz deyil, əyri çəkilib. Məsələn, o da göl var, gölün üzərindən gedə bilməyəcək ki, onun qırağı ilə gedə biləcək, məsələn. İndi B variantı, ölkəmizin mövqeyi D xəritəsində X, D xəritəsində X və ya Y-da olsaydı, hansı dəyişikliklər baş verərdi? X-də olsaydı, bizim İpək yolu haqqında, yəni siyasətimiz az olardı. Y-də olsaydı biz inkişaf edərdik. Yanımıza çünki bir sürü inkişaf etmiş, çoxlu inkişaf etmiş ölkə var. Bizim suya da çıxışımız da var. C variantında deyir ki, E xəritəsində Xəzər dənizinə aid liman şəhərlərini müəyyən edin. Bunu siz özünüz etsəniz daha yaxşı olar. Qrafikdə yəni özünüz araşdırıb edə bilərsiniz. 4-də deyir ki, qrafikdə Bakı dəhliz limanına aid 2017-2022-ci illər üzrə məlumatlar verilmişdir. A bəndi qrafikdə yükdaşımalar illər üzrə gedişini şərh edin. 2017-də yaxşıdır. 2018-də aşağı düşüb. 2019-da yenə aşağı düşüb. Yox, 2019-da sabit qaldıq. 2020-də aşağı düşüb, 2021-dən artıq oyna isə 2021-2022 ondan o tərəflərə də hamısında artıq irəliləyib. Daha çoxalmağa başlayıb. B variantı da 2018-2021-ci illər arasında dəniz yük daşımalarının azalma səbəbi nə ola bilərdi? Müzakirə edin. COVID-19 viruslar ola bilərdi. C variantında son illərdə Azərbaycanda yük daşımalarda baş verən dəyişikliklərin coğrafi mövqe ilə hansı əlaqələri ola bilər? Azərbaycan coğrafi mövqeyi əlverişlidir, çünki bizim dənizə çıxışımız vardır. Dənizə çıxışımız da ki, bizə keyfiyyətlidir. Bu bizim coğrafi mövqeyimizin əlverişli olduğunu göstərir. Uşaqlar, indilik dərsiniz bu qədər idi. Özünüzə yaxşı baxın. Hələlik.